Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və bihi nəsta'in. Salamun aleykum və rəhmətullah. Əzizlərimi salamlayıram. Rəhmət, bərəkət ayı artıq sona yetdi. Həqiqətən insan hər il bizdə bu hal baş verir. Ramazan ayı bitəndən sonra sanki insan nəsə itirib. Ramazan ayı Allahın qonaqlıq ayıdır. Allah Teala bu Ramazan ayı ki keçirdik, ömrümüzün son Ramazan ayı qərar verməsin. Gələn illərdə də bu gözəl ayda, Allah qonaqlığı ayında bizlərə ibadət etməyi, oruç tutmağı nəsib eləsin. Fitr bayramı İslamın əzəmətli bayramlarından biridir. Fitr bayramı haqqında yüzlərlə hədislər var və bu bayramın fəzilətindən danışır. Bir hədis var, Əli əleyhissalamdandır. Həzrət buyurur ki, İnnəməl əyadu ərbəətü liş-şiə. Şiənin 4 dənə böyük bayramı var. Əl-Fitru, birincisi Fitr bayramıdır. Vəl-Əzha, ikincisi Qurban bayramıdır. Vəl-Qədir, üçüncüsü Qədirxum bayramıdır. Vəl-Cumuə, dördüncüsü də Cümə bayramıdır. Allah Teala bu gözəl bayramı bizlərə mübarək qərar versin və bizləri bu günlərə xatir bağışlananlardan qərar versin. Buyururlar ki, elə ki, bu bayram olur, Allahın mələikələri göydən nida edir və buyurur ki, hər kim bağışlanmaq istəyirsə, bu axır gündə, bayram günündə Allahdan tövbə eləsin, bağışlanmaq istəsin, Allah onu bağışlasın. Allah Peyğəmbərindən də bir hədis var. Həzrət buyururlar, İzə kənə əvvəlu yevmin min şəvval nadi munadi. Deyir ki, elə ki, Şəvval ayının biri olar, göydən o nida edər. Ya əyyuhəl mu'minun, ey müminlər, ey Allaha iman gətirib bu ayda Allahın ibadəti ilə məşğul olanlar. İqdu ilə cəvaizikum, summa qal. Öz hədiyyələrinizi Allahdan alın. Sonra belə deyər. Ya cəbirul cəvaiz, Allahu leysət kə cəvaizi haula'il muluk. Allahın hədiyyələri, Allahın verdiyi o inayətlər bu dünyanın şahlarının, padşahlarının verdiyi o hədiyyələr kimi deyil. Allahın verdiyi hədiyyələr mənəvidir, daimidir, əbədidir. İnsanı behiştə aparan hədiyyələrdir. Bu gecədə, bu günlərdə bir neçə əməl tövsiyə olunub ki, buyururlar, bu bayram gecəsində oyaq qalmaq müstəhəbdir, bəyan edilir ki, insan oyaq qalıb. Çünki Ramazan ayının son gecəsidir, artıq vidalaşırıq ayla. İnsan öz narahatçılığını bildirmək üçün ki, Allah ayı ilə sağollaşır, bu gecəni oyaq qalsın. İkincisi qusl etməkdir ki, hədisdə var, və quslu yevmil fitr və quslu yevmil əzha sünnətun la uhibbu tərkiha. Peyğəmbər buyurur ki, Fitr bayramında verilən qusul və Qurban bayramında verilən qusul mənim bəyəndiyim işlərdəndir. Onu tərk edənləri mən sevmirəm və onu tərk eləməyi xoşlamıram. Üçüncü əməl bugün bəyan edilir, zəkat verməkdir. Bugün zəkat vermək də bəyənilən əməllərdəndir ki, Peyğəmbərdən də hədis var, buyurur, Zəkatul fitr fərizətun ələ rə'si kulli səğir. Buyurur ki, fitr zəkatını vermək hər bir ailə başçısına vacibdir ki, bu işi görsün. Səğirin əv kəbirin, hurrun əv əbdun. Deyir, fərq eləmir. Böyük olsun, kiçik olsun və azad olsun ya əbd olsun. Əgər o əbdin, yəni o qulun imkanı varsa, ona vacibdir. Hökmlərində qeyd etdiyi imkanı yoxdursa, artıq boynundan götürülür. Müstəhəb hökmündə onun üçün buyurulmuşdur. Və deyiblər ki, bu gecəni, bu günü çoxlu zikirlərlə keçirək. 5-ci əməldə bayram namazını yerinə yetirməkdir ki, çox bəyənilir və digər bir əməli də bu gündə və keçmiş gecəsində, bu gecədə çoxlu dualar eləyək, Allahla razı niyaz eləyək, münacat eləyək. Allahdan istəyək ki, ilahi və Rəbbi, bu ili Ramazan ayını mənə oruç tutmağı qismət elədin. İstəyirəm, gələn ildə də sənin qonağın olum. İstəyirəm, gələn illərdə də mənə lütfüvü şamil eləyəsən, diqqətivi istəyirəm, nəzərivi istəyirəm. Allah Teala'na and verir izzət və cəlalına bizləri bu gözəl ayda etdiyimiz ibadətlərin ali dərəcədə qəbul eləsin.
Allah Teala'na and verir İzzət və Cəlalına, salih dostlarına, bəndələrinə əta etdiklərindən bizlərə də əta eləsin. Siz əzizləri Allaha tapşırıram, hər birinizə duaçıyam, dualarınıza möhtacam. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.